Hər kəsə salam. 2025-i xilas edirəm gün 28-ə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə bu gün ajandanın ilk qapaq hissəsini dolduracağıq birlikdə. Mən də biraz danışmaq istəyirəm. Nədən danışmaq istəyirəm özüm də bilmirəm. Çünki bu video çox random oldu. Sadəcə bu günü haqqında bir şeylər yazmaq istəyəndə fərqinə vardım ki, artıq 2025-lə rəsmi şəkildə sağollaşmaq vaxtıdır. Çünki sabahdan etibarən sadəcə 2025-in bitməsinə 3 gün qalır və həmin o 3 gündə yeni ajandanın həftəsində başlayır. Ona görə də dedim ki, mən biraz doldurum ajandamı, sizlə də biraz söhbət edeyim. Və yanvar ayı çox dramatik bir aydı oxuyan insanlar üçün. Çünki tələbələr üçün imtahan aydı. Səhv xatırlamıramsa, məktəblilər üçün də böyük summativlər üçün olan aydı. Biraz qarma-qarışıq aydı və adam tətilin gəldiyi istəyi ilə dərs oxumaq istəmir. Məsələn, mən hələ də dərs oxumaq istəmirəm. Bəli, fərqindəyəm ki, dərs oxumalıyam. Amma dərs oxumaq istəmirəm. Niyəsə içimdən o istək gəlmir. Sadəcə yeni ilə hazırlaşmaq istəyirəm, yeni ili dadmaq istəyirəm. Ümumiyyətlə siz yeni ili sevirsinizmi? Məsələn, mənim üçün sevimli 2-3 bayram varsa, biri də yeni ildir. Və hətta yeni il adət-ənənələrim var. Məsələn, biraz yeni il adət-ənənələrimdən danışsam, yeni ildə mütləq evdə tək filminə, sonra Charlie'nin şokolad fabrikinə və biri nə idi? Hə, bir də Grinch-ə. Mütləq bu üçünə baxıram. Çünki bu mənim yeni il adət-ənənəmdir. Məsələn, əgər baxıramsa Charlie'nin şokolad fabrikinə, mütləq özüm üçün milkshake hazırlayıram. Mənim üçün milkshake demək, dekabr ayında milkshake hazırlamaq deməkdir ki, Charlie'nin şokolad fabrikinə baxıram. Məsələn, beynimdə belə kodlanıb və mən yeni il adət-ənənələrimdən biri budur. Sonra, məsələn, əgər baxıramsa Grinch-ə, onda mütləq yanında bir chips və kola mütləq şəkildə olmalıdır. Çünki dekabr ayında chips kola deyəndə ağlıma ilk gələn animasiya Grinch-dir. Yəni mən Grinch-ə baxanda bu da belə bir adət-ənənəmdir. Sonra gəlir, nə gəlir? Hə, nəyi demədim? Evdə təki demədim. Evdə təkdə də çox vaxt o səhv eləmirəmsə 3 sezon idi. Mənim adət-ənənəm deyəndən sonra filmin sezonlarını unutmağım. Belə random danışdığım üçün filmin sezonları yadımdan çıxır. Nəysə, xüsusilə mütləq 1-ə həmişə baxıram. Yəni digər sezonlar olsa da olur, olmasa da, amma evdə tək 1-də, yəni orijinala mütləq şəkildə baxıram. Məsələn, ona baxanda da mütləq yanında McDonald's almalıdır. Bilmirəm niyə belə kodlamışam. Yəni olmazmıdır ki, yanında məsələn meyvə qabı olsun, sağlam qida olsun? Ola bilərdi təbii ki. Amma mən qeyri-sağlam qidaları daha çox sevdiyim üçün belə bir şey elədim. Və sağlam olmayan qidalarla adət-ənənə qurdum. Bu illərdir məndə belə getdiyi üçün, yəni hər il eyni şey təkrarlanır. Düşünə bilərsiniz ki, bəs onda niyə bezmirsən? Bezməmə səbəbim də ondan ibarətdir ki, çünki mən bunu adət-ənənə adı altında özüm beyin yaddaşıma yazmışam. Yəni mənim üçün hər yeni gələndə bunlar edilməli olacaq vərdişlərdir. Ona görə də bezmir. Və bir də onu demək istəyirəm ki, anksiyetesi olan insanlar sonunu bildikləri şeyə baxanda daha xoşbəxt olurlar. Yeni şeyə başlamaq onlarda çətin olur. Ona görə də mənim üçün də məsələn yeni bir şey axtarıb araşdırmaqdansa, hazır bir şeyə baxmaq daha rahat, safe hiss elətdirir. Ona görə də yəni başqa bir film axtarıb da yeni ildə onu sınayırammı? Sınayıram əlbəttə. Amma adət-ənənəmə əlavə eləmirəm. Məsələn, belə bir yeni il adətim yoxdur ki, oturum və filmlər araşdırım ki, sırf dekabr ayında bu filmlərə baxacam. Amma konkret filmlərim var ki, onu dekabr ayında baxıram. Yəni belə qarma-qarışıq düşüncələri olan bir beynə sahibəm. Sonra nə danışmaq istəyirəm? Ay, dekabr ayı o qədər tez keçdi ki, amma o qədər maraqlı keçdi ki, həm gəzmək tərəfindən olsun, həm aylənmək tərəfindən olsun, həm özümü inkişaf elətdirmək tərəfindən olsun, dolu-dolu bir ay idi. Və sizlə məsələn ən çox bu seridə xoşladığım cəhətdə oxuduğum kitabları bölüşdüyüm hiss oldu. Sanki nə qədər kitab oxumuşamsa, o kitablarla fəxr edirdim ki, artıq onlar mənim beynimin bir küncündədirlər. Ola bilər ki, onların adını və yaxud da hekayəsini xatırlamayacağam, amma onlardan mənə qalan dərslər mütləq şəkildə həyatıma bir şəkildə inteqrasiya olunacaq və mən hansısa bir nitqimdənmi desəm, hansısa bir problemimdənmi desəm, oradan çıxardığım nəticələr bir şəkildə ağlımın ucuna gələcək. Məsələn, belə yaxşı hiss elətdirir və bu yaxşı hiss elətdirən hər şey də mən ajandalarıma, yəni planner artıq sizin üçün adı nədirsə, ona yazmağı seçirəm. Ona görə mən sevirəm belə şeylər doldurmağı. Çünki bir xatirəsi qalır. Mütləq şəkildə biraz zibil qabına da oxşuyur mənim dəftərlərim. Çünki əlimə keçən hər şeyi ora yazıram, yapışdırıram. Yəni ki, maksimum şəkildə mənə işləyir də plannerlərim sözün əsl mənasında. Çünki onlar mənə
sitayiş etsin deyəcəkdim. Bu necə bir ifadədir? Onlar mənə görə işləməlidir. Yəni mən onlara görə özümdən heç nə ödün verməməliyəm. Belə düşünürəm. Ona görə də nə xoşuma gəlsə yapışdırıram, nə xoşuma gəlirsə yazıram. Bu doldurma mərhələsində də burada imtahan vaxtlarımı yazmışam. Ondan sonra edilməsi lazım olan şeyləri yazmışam. Xüsusi və əsas hədəflərimi yazmışam. Bununla da əslində planeri tamamlamış olmuşam. Əslində bu biraz boş-boş söhbətə oxşadı. Çünki ağlımdan keçən spesifik random nə var idisə, onu sizə danışdım. Amma hər zaman alim, müdrik, filosof, çox dərin düşünən insan olmaq məcburiyyətində deyilik deyə düşünürəm. Bəzən boş-boş danışmaq da lazımdır, bəzən boş-boş eləmək də lazımdır, bəzən boş-boş oturmaq da lazımdır deyə düşünürəm. Nəysə, bu gün sizinlə paylaşmaq istədiklərim bu qədər idi. Ümid edirəm ki, yeni il üçün dəftərləriniz hazırdır, planlarınız hazırdır və artıq əslində yeni il bu həftənin gəlişi ilə gəldi deyə bilərik. Yəni mənə görə belədir. Artıq birinci gündən nələr eləmək istəyirdimsə, necə ki bu Yerdəqanı 28 gündə eləmişdim, ondan geri də eləməyə başlayacağam. Bu günlük bu qədər. Sağ olun.